gün Respublika Pediatriya Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında növbəti epilepsiya günləri adlı seminar baş tutdu. Seminarın əsas qonaqlarından biri Almaniyadan dəvət olunmuş dəyərli professor Ulrich Stefani idi. Seminarın əsas məqsədi uşaq populyasiyasında sıx rast gəldiyimiz və diaqnostikasında, eləcə də müalicəsində çətinlik çəkdiyimiz epilepsiya xəstəliyinə uşaq nevroloqlarının diqqətini çəkmək, fərqindəliyini artırmaq və bu sahədə inkişaflarına təkan verməkdən ibarətdir. Və bəzi epilepsiya növlərində neyroradiologiyanın önəmi, dərman maddələrinin düzgün seçimi, ehtiyac olduğu zaman neyrocərrahiyyə yöntəmlərinə üst tutmanın təşkil edirdi. Baş həkim Dr. İlay Hacıyevanın təşkilatçılığı ilə epilepsiya günlərimiz davam eləyir. Keçən dəfə Fransadan gələn uşaq epileptoloqu, dünya məşhur spesialist Professor Olivier Dulac'ın başına yığışdığımız kimi bugün də bizim digər bir fəxri qonağımız var. Bu Almaniyadan Professor uşaq nevroloqu Dr. Ulrich Stefani'dir və bugün həm onun prezentasiyası ilə bərabər yerli mütəxəssislərin də çıxışları gözlənilir. Bugünkü mövzumuz uşaq epilepsiyasında cərrahiyyə müalicəyə olan göstərişlər, kəskin durumlarda olan yanaşmadan bəhs edəcəyik və ümid edirəm ki, kolleqalarıma da bu mövzu çox maraqlı olacaq və onların praktik fəaliyyətində lazımlı faydalı bir informasiya çevriləcəkdir.